Salam. Bugün sizə AutoCAD Civil 3D-də hazırladığınız layihənin necə Google Earth-ə ata biləcəyinizi addım-addım göstərəcəm. Əgər siz də layihənizi 3D mühitdə real görüntü üzərində görmək istəyirsinizsə, bu videodakı edəcəyim addımlara diqqətlə baxın. Deməli, ilk növbədə nə edirik? Layihəmiz var və biz bunu Google Earth-də görmək istəyirik xəritə üzərində. İlk növbədə əmin olmalıyıq ki, layihənin koordinat sistemi düzgün təyin olunub. Bunun üçün nə edirik? İlk öncə bu Toolspace bölməsindən Settings bölməsinə gəlirik və burada layihəmizin adı gəlir. Layihəmizin adının sağ klik edib Edit Drawing Settings baxırıq və buradan koordinat sistemini seçirik. Hal-hazırda bizim layihəmiz Qarabağ bölgəsində olduğu üçün 38-ci zonanı seçəcəyik. İlk öncə VG84-ü seçirik. Bu VG84 dünya koordinat sistemidir. Ondan sonra isə Azərbaycanın koordinat sistemi, bilirsiniz ki, Azərbaycan 39 və 38-ci zonalarda yerləşir. Qarabağ zonası isə 38 şimal, 38 north zonasında yerləşdiyinə görə 38N-i seçirik. Və koordinat sistemini seçəndən sonra tanıdırıq, layihənin koordinat sistemini tanıdırıq Civil 3D-yə. Artıq bizim layihəmiz koordinat sisteminə oturdu. Bundan sonra biz Toolbox bölməsinə gəlirik. Toolbox bölməsində Export KML qovluğu var. Export KML-də bunu bircə dəfə tıklayırıq. Ondan sonra bəzi ayarlamalar var. Onları eləyəcəyik ki, Google Earth üzərində bizim layihəmiz düzgün otursun. Onun üçün nə edirik? İlk öncə bir layihənin adı AutoCAD-da necədirsə o şəkildə də gəlir. Dəyişə bilərsiniz. Ondan sonra növbəti deyirik. Burada deməli ilk öncə əgər tək-tək seçmək istəyirsinizsə, burada Selected Object deyirsiniz. Yox, bütün obyektləri seçmək istəyirsinizsə, elə bunu vura bilərsiniz. Burada da nədir? Yəni burada deyir ki, hansı obyektlər eksport eləyək Google Earth-ə? Yəni mətnlər, obyekt haqqında informasiyalar, materiallar. Mənə bu ikisi bəs elədiyinə görə sadəcə bu ikisini işarələyirəm və növbəti deyirəm. Burada da koordinat sistemini bir daha kontrol edirik. Avtomatik olaraq koordinat sistemi təyin olundu. Yəni bayaq təyin etdiyimizə görə bu da avtomatik təyin. VGS 1984, zona 38 North. Sonra növbəti deyirik və burada da bunu işarələyirik ki, yəni bizim obyektimizi xəritədə tam yerin üzərinə otursun. Yəni burada səviyyələr üzrə, dəniz səviyyəsi üzrə seçsək və yaxud torpaq səviyyəsi üzrə seçsək, bəzən elə olur ki, layihəni otuzduranda layihə itir. Səviyyələr fərqinə görə itir layihə. Ona görə də yaxşı olar ki, bunu seçəsiniz. Ondan sonra növbəti deyirik və export deyirik. Export deyirik. Artıq bizim layihə hazırdır. Burada view qovluğuna basandan sonra artıq Google Earth avtomatik açılmalıdır. Google Earth açıldı. Ondan sonra biz yaxınlaşdırırıq bizim öz zonamıza. Artıq layihə oturmalıdır. Bəli, layihə tam olaraq koordinatlarında yerinə oturub. Kontrol edirik. Konturlarına bizə lazım olan parametrlərin hamısını kontrol edirik. AutoCAD-la da kontrol eləmək olar. Baxırıq bizim bütün informasiyalar, line'lar, polyline'lar hamısı gəlib düşüb, hamısı yerindədir. Hətta üçgənlər belə gəlib yerinə düşüb. Hər şey qaydasındadır. Bu qədər dostlar. Suallarınız varsa şərh bölməsində qeyd edə bilərsiniz. Çox sağ olun.